Düz 36 il öncə mən bağçadaydım. 6 yaşım var idi. Xırdalan 15 saylı bağçada. Qonşumuz gəldi, məni götürdü. Həmən gün götürdü, apardı evə öz uşağı ilə bərabər. Həmən günü dəhşətli bir hava var idi. Bu cür yağış değildi. Qar, yağış yox idi. Ancaq elə bil ki, mən uşaqlığımla mənim içimdə bir vahimə var idi. İçimdə bir nəsə elə bir ki, həyəcan, elə bir qəribə bir şey idi. Hansı ki, o gün mənim yadımdan çıxmır da. Amma xəbərimiz yoxdur. Xəbərimiz yoxdur ki, 20 yanvar faciəsi olub. Nəsə qonşu gətirdi bizi evə. Sən demə həmin vaxtı da anam da gedibmiş bağçaya bizi axtarmağa. Anam məlumatlı idi artıq. Mən indi uşaq idim, məlumatım yox idi. Gəlib qorxudan, təşviş, bu uşaq hanı nə? Onda mobil telefon yox, heç kimlə əlaqə saxlaya bilmirdi. Nəsə anam qorxu içində gəlib evə gəldi, gördü ki, mən artıq evdəyəm. Yəni qonşu qapının ağzında gözləyirdi. Nəsə nə deyirəm öz xalqıma? Bu gün o xatirə mənim gözüm qabağında qalıb. Həmin vaxtı atam səhər danışdı, dedi ki, gecə səs-küy var idi. Həmin vaxtda təbii ki, biz yatmışdıq. Həmin vaxtı atam danışdı ki, gecə səslər, topların səsi nə, sizi narahat eləmək istəmədim. Onda da dediyim kimi, mobil telefon yox, kimlənsə əlaqə saxlamağa. Hamısını danışdı və biz ertəsi gün atamla bərabər getdik Şəhidlər Xiyabanına. Yəni o gün, bu gün biz Şəhidlər Xiyabanını ziyarət elədik. Bugünkü gün hamı əlində gül çiçək gedir Şəhidlər Xiyabanını ziyarət eləməyə. Ancaq o ziyarətdən sonra nələr baş verir? Həmən günü hər kəs, bu gün işim yoxdur, bu gün dövlət səviyyəsində, yəni deyək ki, iş yoxdur. Və bunu nə etmək lazımdır? Bunu gedək, bir oturaq yeyək, içək, gedək, məsəl üçün, əylənək, nə bilim, bunu vuxadnoy kimi də belə deyək, qeyd edirlər. Belə bir hallar baş verir, bunu da hamı da yaxşı bilir. Mən dediyim nədir? Yəni ki, o unudulmayan bir tarixdir. İnsanlar hamısı unudulur, şəhidlərimiz unudulur. Bugünkü gün erməni qucaqlayan, qanı bilinməyən, milləti bilməyən Azərbaycanlılarımız var dırnaq arası, hansı ki, erməniyə komplimentlər deyirlər, erməni qucaqlayırlar, erməni öpürlər. Yəni, bu erməni tarixidir. Bugünkü gün 20 yanvar tarixinə nəzər salsaq, bu Qızıl Ordunun tarixidir. Hansı ki, törətdiyi şərəfsiz əməldir Qızıl Ordunu. Biz bunları unutmamalıyıq. Yəni, biz bunları unutmamalıyıq. Biz bütün şəhidlərimizi unuduruqsa, biz hansısa igidlərimizi unuduruqsa, demək bizim elə başımıza gələnlər hamısı haqqımızdır. Yəni, başımıza gələnlər hamısı haqqımızdır da. Biz, yəni bunu, o türklər deyirlər, haqq eləmişik də. Yəni ki, bunu biz, bizim, yəni ki, layiqimiz budur da. Əgər biz unuduruqsa, təbii ki, hər bir ölkənin, hər bir xalqın başında hansısa bir faciə, hansısa bir müharibə durur. Bu qaçılmaz bir şeydir. Yəni, ölkə kimi, bir xalq kimi formalaşırsansa, demək orada faciə də ola bilər, orada müharibə də ola bilər, orada xoş gündə hər bir şey ola bilər. Amma bizə düşən, öhdəmizə düşən bu günləri və o insanları unutmamaqdır. Yəni, bir gün, məsəl üçün, mən getdim, ziyarət elədim, qayıtdım, gəldim, digər həmən günü mən hansısa bir istirahətlə keçirtdimsə, həmən günə mən hörmət eləmədimsə, mənim o ziyarətə getməyimin nə faydası, mənim Azərbaycanlıyam deməyimin nə faydası? Yəni, bir gün indi gəlin, baxaq, açın, canlılarda görün nə hoqqalar verəcəklər. Yəni, bu gün hoqqalar, xahiş edirəm buradan dövlət qurumlarından, canlılarda, sosial şəbəkələrdə bu günü 20 yanvar faciəsini unudan kəslər cəzalansın. Və özümüz də bir xalq kimi bu canlılara nəzarət elə. Yeri gəlsə, o elə bir canlı qarşınıza çıxsa ki, kimsə hansısa bir muska altında, hansısa bir şadyanalığı eləyir, 20 yanvar faciəsini unudur, həmin insanlara xahiş edirəm. Yeri gələndə təqqir deyiləyim. Mən şəxsən söyləyəcəm də təqqir edəcəm. Çünki mən şəhidlərimi unuda bilmərəm. Mən 20 yanvar faciəsini unuda bilmərəm. Mən Xocalı faciəsini unuda bilmərəm. Allah xalqımızı, dövlətimizi qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 20 yanvar faciəsindən bütün faciələrə və müharibələrə qədər özünə həlak edən bütün igidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah xalqımızı qorusun. Allah dövlətimizə, ölkəmizə, xalqımıza belə bir faciələr bir daha nəsib eləməsin. Var olun Azərbaycan xalqı.